Sizi təqdim edin xanım. Mustafa İlhan var, Cavanşir qızı, Ağdam şəhər sakini. Burada yaşayırıq, 2007-dən burada yaşayırıq. Bütün qonşular da burada, hər yandan, rayonlardan vardı. Onların hamısının Sumqayıta köçürdülər, bir nəfəri də Qobiyə köçürdülər. Mənə təklif elədilər, getdim Müşfiqdə bir evə, ora saldılar, orada da bir dənə meyid ölüb, içində qalıb. Mənə oranı göstərdilər ki, burada yaşamağa, bir də 5-ci mərtəbə. Girdim nə vəziyyətdə, daha öyümə mən nətər tutsa çıxdım da, o vəziyyət iyi o qədər. Sizi kim aparmışdı ora? Oradan elə bir demişdilər ki, Qaşqınkomla gedin orada, zadı ev var, ora baxın görün. Getdik orada baxdıq, o vəziyyət. Dedim mən burada ölsəm də, onkoloji xəstəyəm, infarkt keçirmiş, ürəyimdə stent, anji olunmuş adamam. Mən gedim o meyid olmuş evdə necə yaşayayım qızım? Bax bunu desinlər, mən də onu. Bir belə yerdə mənə bir dənə otaq tapılmadı. Məni indi ora aparırlar ki, getginən orada yaşayın. Mən orada necə O yaşayayım? ərazi hara adlanır? Vallahi bilmirəm hara adlandığını, amma da Müşfiqdir. Müşfiq qəsəbəsi. Hə, bəli, Müşfiq qəsəbəsidir. İndi mənə deyirlər ki, sən ora getginən. Nüzumlu bir belə ailəni yerləşdirdilər. Biz özdə hamımız burada şikayətə gedəndə... Hara yerləşdirdilər burada yaşayan sakin? Nasıl olsun ya, ora yerləşdirdilər hamısını, evdə verdilər, 3 otaqlı evlər. Hə. Mən də qalmışam burada. Bə xəstə adam, mən dəqiqədə həkimdən gedirəm, müalicəyə götürürəm. Mən neyiniyim? Mən Müşfiqə necə gedim? Özdə o cürə yerdə, mən orada tək yaşayan adamım. Mən meydin görmüş adam orada, gedib yaşaya bilər qızım. Tədirin özünə yox, müavininə müraciət eləmişəm. Tural müəllimə. Tural müəllim də, Fuat müəllimə, Tural müəllimə bura gəlsə köçürən vaxtda. Amma heç birisi məni eşitmir. Elə deyirlər gözdə. İndi də belə bir qərara gəliblər ki, oranı remont edirsən ki, oranın ustası danışır, deyir ki, qapı bacağını açmışıq, iyiden dayanmaq olmuş. İndi polu yudurtmuşuq, təzdən kraskalatmışıq, yenə iyi gəlir. Mən necə yedim, yaşayayım qızım? Harada ya? İndi göstərin evinizi, bir zəhmət olmasa. Burada necə yaşamışsınız? Bura nəmçilik. Gəlib hər şeyimi yudurmuşam. Ufunət iyindən dayanmaq olmuş. Bir dənə şey qalmıyor, ayrıcım. Hamısın. Nəyim var, yığmışam, çomalamışam ki, indi çıxırıq. Ya sağ canım qurban, gəl. Bax qızım, bax hamısı qablaşdırılır. Bura bax, hamısı beşdir, deyək ha, karovkalardır, hamısı. Baxın, hamısı yığmışam belə karovka ilə, hamısı. Nə qədər müddətdə burada yaşayırsınız? 18 ildir burada yaşayırsınız. 18 ildir burada yaşayırsınız. Hamısı bax qavqardır qızım. Görürsünüz. Hamısı. Gör hansı bir şəraitdə mən olmuşam. İndi mənə gedib bir dənə otaq verir, balaca bir otaq. Deyir ki, getsən burada. Mən bu veşlərimi yığım, özüm yerləşim. Neyniyim mən? Mən yazığına varım. İndi bax, ümidim sizədir. Bəlkə siz bir tədbir görəsiniz. Bir məlumat verəsiniz hər yanı. Mən vermişəm onsuz da. Qəbula yazılmışam, qəbula gedəcəm prezident aparaturasında orada. Hamısı. Mən neyniyim? Qızım. Neçə nəfər yaşayırsınız burada? Tək özüm yaşayırım, tək ailəm. Nəvəm dadım buraya gəlmişdilər, burada olurlar. İndi onlar burada yoxdular. Hə, tək özüm yaşayırım. Ağdama getmək istəyirsiniz? Hə, getmək istəyirəm, niyə istəmirəm? Ağdamın üzünə, şəhərin üzünə verir, gedirəm. Niyə getmirəm? Canla başla gedirəm. Siz kimə müraciət edirsiniz? Mən Qaşqınqoma əsasən müraciət edirəm. Buradan hörmətli prezidentimiz İlham Əliyevə müraciət edirəm. Onun xanıma, Mehriban xanıma müraciət edirəm. O da bir anadır. Yəqin ki, məni başa düşər. Onların sayəsində bizim düşmən tapdağı altında olan torpaqlarımız özümüzə qayıtdı. Mən də istəyirəm, Ağdam sakiniyəm. Ağdama qayıtmaq istəyirəm. Amma burada müvəqqəti bizi yerləşdirirlər, ancaq mən qalmışam burada, hamı yerləşir. Tək bir ana, xəstə ana, ikinci qrup əli, infarkt keçirmiş insan, onkoloji xəstə. Xahiş edirəm, Mehriban xanım, sizdən artıq dərəcədə, hörmətli prezidentim, sizdən, ümidim sizədir, mən sizdən kömək istəyirəm, sizə müraciət edirəm, xahiş edirəm. Siz həmişə, hamıya
yardım eləmisiniz, kömək əlinizi uzatmısınız. Bizim torpaqlarımızı özümüzə qaytarmısınız. Var olasınız. Həmişə sizə minnətdaram bir ana kimi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Başda siz olmaqla Allah sizə ömür versin. Xahiş edirəm, mənə kömək eləyin. 5 ayda 6 ayda bax belə qalıb. Bu vəziyyətdədir 5 ay 6 aydır ki, əziz izləyicilər gördüyünüz kimi Ağdam rayon məcburi köçkünü xanım başsız bir anadır, Azərbaycan xanımıdır. Acınacaqlı vəziyyətdə yaşayır. Dəfələrlə Rövşən Rzayevə müraciət edib, amma müraciətinə baxan yoxdur. Rövşən Rzayev oturub kreslosunda insanları aldadır. Belə ki, qeyd edir ki, məcburi köçkünlük statusu aradan götürülüb. Əgər məcburi köçkünlük statusu aradan götürülübsə, bəs Rövşən Rzayev, siz niyə əyləşmişsiniz Qaçqın.com-un sədri eləyirsiniz? Niyə əyləşmişsiniz o kresloda? Niyə sədirsiniz? İnsanları aldatmayın. Acınacaqlı vəziyyətdə yaşayan sakinləri, vətəndaşları, insanları aldatmayın. O kreslo hesabına niyə oturmuşsunuz? Bu insanların sayəsində, bu xalqın sayəsində. Buna görə də xalqa dəyər verin, xalqı incitməyin. Kızım yukarı çıkayım gör böyle vəziyyət. Gəlin göstərin zəhmət olmasa. Gəlin göstərin. Bura nə binasıdır? Bu bina nə adlanır ümumiyyətlə? Nə olub? Sağlı yataqxana. Yataqxana olur. Bəli. Buyurun. Belə yataqxana olur. olur. Xarabaxanadır bura. Ham özü üçün də yurt yuva düzəltmişdi. İndi çıxıb gedib hamısı sökülür, dağılıb, sökülür. Bax. Belə yerdə mən necə yaşayayım? Narkomanlar gəlir, deyir. Burada narkomanlar məskunlaşır, hə? Burada narkomanlar məskunlaşır. Bəli, deyir orada. Gəlin deyir, göstərin. Yerləri. Nə xəbərim oldu? Deyirəm, hər qapını bağlayıb gedirəm içəri. Deyir, gəl girib orada. Harda yeri? Gəlin deyir, orada göstərəcək gəlin. Ah, Narkomanlar Bəli, girir. bəli. Deyir, o otaqlara. Hamısı girir ora. Deyir, bax, bu otaqların hamısı boşdur. Mən bunları durub qarol çəkə bilmərəm. Mən ki, bunu gecə baxdım, mən nə varım? Tək bunlar da Allah köməklər olsun. Bu iki yeri də gedəndən sonra mən neyəcəm? Bir nə rəxrim dedimlərdi, onlar çıxıb gedirlər. Qardaşların yığılırlar, hamısı gedirlər. Və mən Burada neçə nəfər yaşayır, sakinlər olur? cəmsi 23 nəfər olub. 23 nəfər sakin yaşayır burada. Bəli. Onların hamısı yerləşib, 3 nəfər də yerli olubdur. Onlar da çıxırlar, qalan mən oluram. Demək 19 nəfəri yerləşdirib, bir nəfərə yer yoxdur. Rövşən Mirzayevə müraciət edəndə sizə nə dedilər? Qaçqın.com-dan nə Deyir dedilər? gözlə. Qabaqda kimi dedilər gözlə. Vallahi nə bilim. Mən hal-hazırda mətbuat xidmətindən 21 danışdım. gündür. 21 gün, 22 gündür. Buradan köç gedəndə mənə deyirlər ki, gözlə. Gözlə. Nəlmişlikdir buralar. O tərəf hamısını yemişdik. Qızım deyirlər. Divarlar nə gündədir. Baxın, divar böyle gündədir. Gəlin baxın. Bax, belə şəraitdə 18 ildir burada yaşayırım. Götürmüşdülər. Nə? Narkotik maddəni gətirib qoyublar. Bura qoyublar. Gəlib oradan da götürüb çəkmişlər. Polislərin özü gəldi. Buradan neçə dənə narkoman tutdular. Bax, bir buradan. Buradan gəldilər, girdilər, buradan tutdular, apardılar. Buradan. Hə, bax, buradan. Girdilər buradan. 22 nəfər narkoman buradan yığılır, polis. Mən tək burada qalıram, onda nətər olur? Hamısını üstü tökülüb.